2025-ci ilə sağollaşmağımıza və 2026-cı ili qarşılamağımıza sayılı günlər qalır və bu münasibətlə paytaxtımız bayram əhval-ruhiyyəsində bəzənib və həmçinin paytaxtda belə bir avtobus təşkil olunub, Santa Bas Baku adlanır və bu avtobus vasitəsilə şəhər sakinləri paytaxtda gəzintiyə çıxa bilərlər. Salam, axşamınız xeyir, bayramınız mübarək olsun. Salam Şaxta baba. Salam, salam. Qəşəng avtobus var. Babanın avtobusu da bu. Baba dağları, dəyirlər aşaraq gəldi. Əziz nəvələrini görməyə, sevindirməyə. Azərbaycan xalqının bayramı mübarək olsun. 2026-cı il hər kəsə düşərli olsun. Amin, amin. Ruzlu, bərəkətli olsun inşallah. Dostlarla söhbət eləyək, balaca dostlarımızla. Xoşunuza gəldi mi bu avtobus? Bəli. Hara gedirsin inşallah? Şaxta babadır, səyədə dəşirik. Хочу всех поздравить с наступающим Новым годом. Hamını qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirəm. Bu çox gözəl ideyadır. Həm böyüklər, həm də uşaqlar üçün. Çox gözəl və böyük avtobusdur. Əsas uşaqların üzündəki gülüşdür. ...8 noyabr abidəsinin qabağından başlayıb. Başladı 16 dekabrdan və ayın neçəsinə qədər olacaq fəaliyyət göstərəcək? Ayın 5-nə kimi, yanvarın 5-nə kimi inşallah. Gediş-haqqı qiymətləri nə qədərdir? 8 manatdır, ona daxildir, hədiyyə də daxildir. Bir də uşaqlara qolbaq veriləcək, o qolbaqla əyləncəli bir rəqs olacaq. Şaxta baba ilə bir yerdə. Yəni bir dairə vurub qayıdır, 8 manat gediş-haqqıdır. Bəli, bəli. Hədiyyə də daxil. Bu avtobus şəhid ailələrinə və qazilərə, uşaqlarına pulsuzdur.